hər bir halda Amerikanın müəyyən istəyinə nail olub. Bir, rejimin gücsüzlüyü bir qədər ortaya çıxdı. Yəni, Şübhəsiz. ən ali onun rəhbəri əgər çox asanlıqla, nəinki ali rəhbər, hətta bütün generalitetin, belə deyək, önəmli hissəsi şeydir olsa. Sonra rejimin kəşfiyyat rəhbəri son bilinmir nə dərəcə doğrudur. Xarici ölkənin İsraildən söhbət casusu çıxırsa, açıq deyək, bu rejim nə dərəcədə daxildə çox stabil və güclüdür. Biraz suallar yaranır, amma aşağı təbəqələr bilmək istəyirsinizsə o qədər də zəif deyil. Yəni bu bizə çətindir. Dini fanatiklərlə savaşmaq hər yerdə çətindir. Ya onları bir sinif kimi yox eləyəcəksən, tutaq ki, məsələn, Türkiyədə elə oldu. Yəni təkkələri Mustafa Kemal Paşa 23-cü ilə istiqlal məhkəmələri ilə, amma orada Türkiyənin dövlətçilik ənənələri fərqlidir. Orada dövlət hər şeydir. Yəni, dövlətə tabeçilik hər şeydir. Yəni, üsyan anlayışı yoxdur. Amma İran xüsusilə klerikal düşüncəsində üsyan anlayışı var. Bunlar şahla da savaşdılar, açıq deyək. Bəli. Yəni, bir də təsəvvür, bunlar müxalifətdə də olublar vaxtı ilə. Bir də təsəvvür edin ki, iqtidardan enən və üstəlik vaxtı əlində çox böyük pul olan, çox böyük silahlar olan bir rejimdən bəhs edir. Şahın generalları çox tez təslim oldu. O da şahın sayəsində. Şah qaçmasaydı, bəlkə də təslim olmazdılar. Amma bunlar elə belə sistem deyil. Bir ekspertlər şurası var, 88 nəfərlik, 88 nəfərlik. Sonra hərəsi bir cüməyə, İmam Cümənin rəhbəridir. Biz İran cəmaatında hamı bilir, biraz dini fanatizmə. Əlbəttə. Xüsusən bəzi hekayələrə də çox aldanan bir cəmaatdır. Yəni bilirsiniz, hər şeyi düz o qədər populyar rejim deyil, sadə əhali arasında. Amma militarist, silahlı, o dinamik kəsimdə o popularizm o qədər rol oynamır. Ona qalsa əgər, populyarlığa qalsa, gərək onda bir çox rejim ayaqda qalmıyor. Əgər ona qalsa. Yəni, əsas məsələ də ondan ibarət deyil. Yəni, əsas məsələ gücün, dinamizmin, bir də o gücdən istifadənin kimin əlində olduğudur. Yəni, burada da isə hazırki rejim o məsələdə o qədər zəif görünmür. O zaman